Özümə söz vermişəm. 3 dərmanla çıxmışam bura. Birisi, mən atamı da çox sevirəm. Ürəyim buradadır ki, atama orada çox ağır vəziyyətdə. Dünən sevdiyi qadının yas mərasimində də iştirak edə bilmədi. Sevdiyi qadının cənazəsinə girmək üçün çıxdı. Pilləkənlərdən düşəndə dedi, məni geri qaytarın, çıxa bilmirəm. Sadəcə məndən xahiş elədi ki, həyat yoldaşıma mənim adımdan dedim, qərənfil gətirdim. Dedi, yox, qırmızı qızıl güllər. Oy, var idi Samirə səndə, qırmızı qızıl gülləri deməli gətirdi. İndi burada dərmanlarla durmuşam. Deyirəm, keç olmasa anamdan sonra Allah atamla məni sınağa çəkməsin. İnşallah. Atam baxa bilmir, amma anam izləsin ki, onun qızı həm də fəxri doktor oldu. İndi istərdim ki, bura elə insanları dəvət edim ki, onlar Polşada Beynəlxalq Elm və Texnologiya Universitetində çalışırlar. Professor doktorda, biri rektor Ərdal Dursun, digəri isə professor doktor rektor müşaviridir Bəxtiyar Rəcəbov. Hər ikisini dəvət edirəm. Bu möhtəşəm formanı da Xoşqədəm xanıma təqdim edəcəklər. Buyurun. Üniversitemiz özellikle sosyal duyarlılık ve sosyal sorumluluk temelinde hareket eden küresel bir yükseköğretim kurumu. Hoşgödem Hanım'ın da insanların hayatına değmesi, toplumun her kesimine özgün, nitelikli ve kaliteli hizmetler sunması, insanların hayatını değiştirmesi, onlara yön vermesi bizim için çok büyük bir takdir vesilesi oldu. Bu takdiri de kendisini belgelendirmek suretiyle üniversitemiz senatosunun aldığı karar doğrultusunda kendisini fahri doktorayla ödüllendirmek istedik. Qürbətdə yaşamağıma baxmayaraq, illərdir sən axtaran verilişini biz də baxırıq. Biz bu diplomu sevə-sevə təqdim edirik və bundan çox xoşbəxtik universitetimiz adına. Minnətdaram, çox təşəkkür edirəm. O qədər böyük bir qürur hissi keçirirəm ki, yəni... Müsaadenizle. Wow, bu da varmış hayatımda. Teşekkür ederim, minnettarım. Minnettarım. Ay, çok teşekkür ederim. Çok minnettarım. Mən Slavyan Universitetində illər öncə dərs deyərkən bilirsiniz ki, mən 2 il Slavyan Universitetində jurnalistikadan dərs dedim illər öncə. Mənim anam o qədər sevinirdi ki, çünki anamın ən böyük arzusu mənim müəllimi olmam idi. Mən hüquq fakültəsini bitirmək istəyirdim, prokuror olmaq istəyirdim. Anamın da deyirdi ki, o qadın işi deyil, müəllimi olsun, özü də tarix müəlliməsi. Mən ki, orada dərs dedim, anam elə sevinirdi, deyirdi, ay qızım, bu qəzetdən uzaqlaş, çox əsəbləşirsən. Elə müəllimə sənə çox yaraşır. Sonra mən sən axtaranla sonra bu işlərə tab gətirə bilmədim, vaxt lazım idi getmək. Ona görə mən ayrıldım universitetdən və o qədər böyük həvəslə mən o anamın o görüntüləri izləməsini gözləyirdim ki. Anacığım, ruhum buradadır, əminəm. İzləyirsən, qızını izləyirsən. Bundan sonra bütün uğurlarımı sensiz yaşayacağım. Bütün uğurlarımı sensiz yaşayacağım.
Mənim çiçək anam. Mən təşəkkür edirəm. Bilirsiniz, bu çox böyük bir universitetdir. Polşada Sosial, deməli, Elm və Texnologiya Universiteti və qeyd edeyim ki, UNESCO-da artıq tərkibinə daxil olan universitetlərdən biridir və çox böyük bir universitetdir. Mənim də sırf bu işlərlə məşğul olduğum üçün bu mükafata layiq görülmüşəm və universitetin fəxri doktoru adını mənə verdilər. Mənim üçün çox böyük qürurdur, çox böyük bir şərəfdir. Qeyd edeyim ki, bu universitetdə necə deyər, fiziki qüsurlu uşaqların təhsili üçün hər cür şərait var. Hər cür şərait var. Dünyanın dörd bir yanından istər əyani, istər də onlayn formada sizlər öz övladlarınızı orada təhsili üçün deməli şərait yaradıla bilər, müraciət edə bilərsiniz. Çünki biz Ayşəmizə 40.000 manatı təhsil üçün verəndə onun geri qalan məbləğini məhz bu universitet, Elm və Texnologiya Universiteti deməli Polşada bu geri qalan məbləği öz üzərinə götürdü. Yeri gəlmişkən Ayşəyə də qəbulu kağızını məhz orada təqdim etdik. 15 illiyimizdə inanıram ki, anam onu görəndə çox sevinəcəkdi. Çünki anam Ayşəyə verilsin. Ayşənin anasını təqdir edirdi mənim anam. Mənə deyirdi ki, mən günaydına çıxanda Ayşəni anası ilə birlikdə günaydına çağır. Mən ona təşəkkür edəcəm ki, o cür övladını atmayıbdı, böyüdübdü, hətta ona təhsili üçün hər cür dəstək veribdi. Çox təəssüf edirəm ki, anam o arzusuna çatmadı, amma Ayşə öz arzusuna çatdı. Mən sizə həm də ona görə təşəkkür edirəm ki, bizim Ayşə adlı bir qızımız vardı. Bu qızımız siz deyin. Evet, bu kızımız hayali, en büyük hayali yüksek öğretim almak, eğitim almaktı. Biz de bir önceki ziyaretimizde Ayşe kızımızın videosunu izledik, çok etkilendik ve onun bütün eğitim hayatını Hoşgedem Hanım'ın vasıtasıyla, onu tanımamızın vasıtasıyla üstlendik. Bundan sonra bizim üniversitemizde eğitim görecek bu engelli kızımız ve onu akademisyenliğe kadar, öğretim üyeliğine kadar yükseltmeye sözünü de verdik. Şimdi bugün de burada kendisinin resmi belgesini teslim edeceğiz. Üniversitemizdeki akademik sürecinin başlayan. Buyurun siz təqdim edin və bu bilirsiniz nə deməkdir? Səni axtarramın ən böyük uğurlarından biridir ki, səni axtarrama gələn, müraciət edən 40.000 manatı biz verdik, geri qalan məbləğ universitet tərəfindən təmin olundu. Təxminən 100.000-dən çox idi. Çoxdur. Professorluğa qədər və dünyada əngəlli olaraq bakalavr pilləsindən başlayıb professorluq pilləsinə qədər çatan ilk tələbə etmək istəyirik özündə. Bu yolda universitetimiz olaraq sonuna qədər dəstəkləyəcəyik. Çox təşəkkür edirəm mənim Ayşəm. Sən artıq arzuların gerçəkləşdi. Gəlin Ayşəmizi alqışlayaq. Çünki Ayşəmiz bütün özü kimi bugün belə deyək o fiziki qüsurlu olan insanlara bir mesaj verdi ki, ümidsizliğe kapılmayın. Hayat devam edir, təhsil alın, oxuyun və bugün en büyük üniversitetlerden birinde təhsil alacaq. Özümüzü de tebrik edirəm, Ayşəni də və sizə də təşəkkür edirəm. Hər birinizə təşəkkür edirəm. Hər birinizə təşəkkür edirəm. Rama müəllim başlamağa xoş gələm qalmışsınız. Ərdal müəllimsiz. Üniversiteti mənə arzularıma çatdığınız üçün təşəkkür edirəm. Yox, ağlamaq sevinmə. Minnətdaram mən də. Çox sağ olun sizə. Çox sağ olun, çox sağ olun. Sevincimlə 5 illiyinizə görə təbrik edirəm. Minnətdaram Ramal bəyə, Ərdal bəyə, sənə ürəkdən təbrik edirəm, minnətdaram. Və mənə görə əsil
Onlardan biri dayanıb yanında. Mənə yaraşdı. Bugün Mən inanıram ki, anamızın ruhu da hal-hazırda bu anı izləyir və çox xoşbəxtdir. İnanıram ki, anamız da bizi izləyir, bu anı ruhu buradadır, yaşayır və biz sizi ayaqda alqışlamaq istəyirik. Teşekkür edirəm. Mən təşəkkür edirəm Erdal Dursun'a, Elm və Texnologiya Universitetinin rektoru və sizi inandırım ki, cənazədə adətən insanların yaxınları olur. Amma anamı o məzarlığa Elm və Texnologiya Universitetinin rektoru Profesör Doktor Erdal Dursun da yola saldı. Hətta qəbristanlığa getdi. Dedi ki, bu cür cəsur bir qızın anasını cənazəsində olmalıyam. Görün necə cəsuram. Və buradan bir şad xəbəri də sən axtaram olaraq duyururam. Fiziki qüsurlu 10 balamızı pulsuz oxudacaq. Bunu da Erdal bəy məni mutlu etmək, xoşbəxt etmək üçün dedi. Dedi ki, sənin gözəl çiçək anana, mən anama çiçək deyirəm, artıq hamı bilir ki, mən ona çiçək deyirəm. Çiçək qoxulu ananın xatirəsinə 10 fiziki qüsurlu uşaq bu universitetdə pulsuz oxuyacaqdır. Ona görə müraciət edin 050 501 01 47 nömrəli telefonumuza 10 balamıza təhsil veriləcəksə, nə xoş bizim halımıza və Polşada yerləşən Elm və Texnologiya Universitetinə, onun bütün heyətini, o cümlədən başda rektorumuz, dəyərli rektorumuz, Profesör Doktor Erdal Dursun'a, Profesorun, doktorun köməkçisi, rektor müşaviri Bəxtiyar Rəcəbova öz dərin təşəkkürümü bildirirəm. Möhtəşəmsiniz, mükəmməlsiniz. Bu dünyada geriyə qalan yalnız və yalnız yaxşılıqlardır.